Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabihi ecmaîn. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Rabbi şrah li sadri ve yessir li emri ve hlul ukdeten min lisani yefkahu kavli. Deməli, indi biz bugün götürəcəyik inşallah Allah'a olan sevgi. Elə bir ki, qəlbə Allah'a olan sevgini cəlb edən şeylər, yəni hansı şeylərdir ki, hansı əməllərdir ki, o ilə insan Allah'ı sevməyə müvəffəq olur və qəlbə Allah'a olan sevginin gəlməsinə səbəb olur. Bunlardan birincisini şeyh keçən demişdi ki, sadiq şəkildə Allah'ın kitabına yönəlmək. Bu şeylər insanın qəlbinə, müsəlmanın, müminin qəlbinə Allah'a olan sevginin yəni gəlməsinə, qəlbə Allah'a olan sevgi ilə qəlbin yəni dolmasına, yəni qəlbə Allah'a olan sevginin yerləşməsinə deyək səbəb olur. Bu kimi şeylər. Birincisi Allah'ın kitabı ilə maraqlanmaq, sadiq şəkildə Allah'ın kitabına yönəlmək, Allah'ın kitabını tədəbbür eləmək, təəmmül etmək, yəni mənaları üzərində düşünmək. Birincisi bunu demişdi. Şeyh burada sonra ikinci gətirmişdi. Nafilə ibadətlərlə, müsəlmanın nafilə ibadətlərlə maraqlanması, bu da sevgini qazandıran, Allah'a olan sevgini qəlbə gətirən, Allah'a olan sevgini qazandıran şeylərdəndir. Nafilə ibadətlərlə məşğul olmaq, yəni onları çoxaltmaq. Amma fərzlərdən sonra, fərzləri yerinə qoyduqdan sonra nafilə ibadətləri çoxaltmaq. Bu da deyir, böyük işdir, yəni əzəmətli bir işdir ki, qəlbə onun səbəbi ilə Allah'a olan sevginin qəlbə gəlməsinə səbəb olur. Qəlb o ilə qidalanır. Bu əməllə qəlb qidalanır. Və sonra gətirmişdi şeyh, sevgini gətirən şeylərdən, yəni qəlbə sevgini, Allah'a olan sevgini qəlbə gəlməsinə səbəb olan şeylərdən, yəni insanın öz nəfsinin istədiyi şeylərdən üstün tutması Allah'a sevimli olan şeyləri. Allah'ın sevdiyi şeyləri qulun deməli, özünün nəfsinə sevimli olan şeylərdən üstün tutması, onları önə çəkməsi. Deyir ki, nə qədər də nəfs ona qarşı rəğbətli olsa da, nə qədər də o şeyi tələb etsə də, yenə əgər Allah'ın sevdiyi şeyi nəfsinə sevgili olan, nəfsinə istəkli olan şeylərdən önə çəkərsə, bu onu səbəb olur ki, qəlbinə Allah'a olan sevginin yerləşməsinə, yəni qəlbinə Allah'a olan sevginin gəlməsinə səbəb olur. Çünki Peyğəmbərimiz s.ə.v demişdi ki, 3 şey var ki, kimdə o şeylər olarsa imanın şirinliyini tapar, kimə Allah və Rasulü hər şeydən daha sevimli olarsa və sevdiyini, yəni siz məsələn qardaşını sevdiyini Allah üçün sevərsə və küfrə qayıtmağına nifrət eləyərsə, Allah Teala onu küfürdən uzaqlaşdırdıqdan sonra, çıxardıqdan sonra küfrə qayıtmağa əgər nifrət edərsə, necə ki, oda atılmağı istəmədiyi kimi. Sonra sevgini gətirən şeylərdən, qəlbə Allah sevgisini gətirən şeylərdən insanın Allah'ın adlarını və sifətlərini bilməsi, onun elmini, yəni bilməsi, tanıması. Həqiqətən qul nə qədər, qulun deyir, Allah'ı tanıması nə qədər qulda çox olarsa, Allah'ın adları və onun sifətləri, onları bilməsi nə qədər qulda bu şey çox olarsa və bir o qədər də Allah'a olan sevgisi çox olar və Allah'a olan sevgini, Allah'a olan ibadəti istəyər və asiliklərindən də uzaq durar, bunu istəyər, uzaq durmaq istəyər. Və bu da Allah Teala buyurur ki, İnnəmə yaxşallahu min ibadilə uləmə. Allah'tan onun alim qulları, yəni bilənlər, Allah'ı bilənlər, birinci növbədə Allah'ı bilənlər, yəni Allah'tan yalnız qorxanlar onlardır. Allah'tan yalnız Allah'ın alim qulları qorxur. Və Allah'ı tanımaq elə bir şeydir ki, yəni insanda yəni o qorxu tərəfi, özünü Allah'ın nəzarətində hiss etmə, bu halı insanda gücləndirir. Allah'ı tanımaq bu halı insanda gücləndirir və həmçinin qəlbdə yəni ümidi
ümidi çoxaldır. Qəlbdə ümidi, Allaha qarşı olan ümidi çoxaldır və imanı artırır. Qulda olan imanı artırır. Nə artırır? Allahı tanımaq. Ona görə Allahın ad və sifətlərini öyrənməyə çalışmaq lazımdır. Nə qədər sən Allahın adlarını və sifətlərini öyrənərsənsə, bunu başa düşməyə çalışarsansa, bir o qədər səndə imanında artmaq olur və elə olur ki, elə bir halda olursan ki, yəni sən ibadətin, növbə-növ ibadətləri, yəni bunun səbəbi ilə növbə-növ ibadətləri qul yerinə yetirir və beləcə qəlb Allaha tərəf seyr et, Allaha tərəf gedir və Allahın razılığına qazanmağa səy göstərir və küləkdən də, yəni küləkdən də sürətli şəkildə Allaha tərəf gedir və onun razılığını qazanmağa tələsir. Və müvəffəqiyyət də yalnız Allahdandır. Müvəffəqiyyət də yalnız Allahdandır. Və sonra burada gətirir, yəni Allahın sevgisini qazandıran şeylərdən Allahın nemətlərini xatırlamaq, Allahın sənə olan yaxşılığını xatırlamaq. Çünki Allah təala deyir ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ Sizdə olan bütün nemətlər yalnız Allahdandır. Sizdə olan nə nemət varsa, hamısı yalnız Allahdandır. Əgər deyir, qul Allahın nemətlərini yəni fikirləşərsə, xatırlayarsa o nemətlər ki, ona ardına gəlir, Allah talan bəxşişləri, ona olan hədiyyələr, yəni ardına gəlir. İnsan bu nemətləri fikirləşərsə, onun qəlbində Allaha olan sevgi hərəkətə gələr. Nə olur? İnsan nemətləri, Allahın nemətləri. Ona görə nemətləri çox düşünmək var. O oturanda, sən görürsən, oturubsan, çalış, Allahın sənə olan nemətlərini başda fikirləşməyə. Həm belə olanda insan o şikayətdən uzaq olur, yəni halından şikayət eləmir, başqa o mənfi şeyləri deyək fikirləşmir də. Yalnız insanda yəni elə müsbət hallar olur Allahın izni ilə və insan nə qədər ki Allahın nemətlərini fikirləşərsə, səndə olan, qəlbində olan Allaha qarşı sevgi hərəkətə gəlir və o sevginin işi çoxalır və onun məqamı yüksəlir səndə, sənin qəlbində. Və Peyğəmbər s.ə.v də hər gecə yatağına girəndə bu duanı oxuyardı. Yəni Allah Taala'nın nemətlərini fikirləşərdi və bu duanı oxuyardı. Elhamdülillahillezî et'amena və saqana və kafana və awana fekam mimmen la kafiye lehu və la mu'ya. Bu duanı oxuyardı Peyğəmbər s.ə.v deyərdi ki, Allah Taala'nı tərifləyərək, ona həmd edərək deyərdi ki, həmdə layiq olan yalnız o Allahdır ki, bizi yedirdi, bizi içirdi, bizə kifayət oldu, bizi qorudu. Deyir ki, neçə var ki, yəni qorunmayan və yəni kifayət olunmayan və qorunmayan. Beləcə Peyğəmbərimiz sallallahu Allah'a həmd edərək, onu tərifləyərək yatağına girəndə bu duanı oxuyardı. Allah həmd etmiş oldu. Sonra qəlbə Allahın sevgisini gətirən şeylərdən birisi də islah əhli ilə oturmaq, təqva əhli ilə oturmaq, iman əhli, istiqamə əhli, yəni doğru yolda olanlarla oturmaq. Əhl-i-Sünnə vəl-Cəmaə və sələflərin əqidəsində olanlarla oturmaq və onların ən gözəl sözlərindən istifadə etmək, onların gözəl əməlləri olur, onlarda gözəl əməllər olur, onlarda gözəl əxlaq olur, onlarda gözəl ədəblər olur, onlardan sənin faydalanmağın və sən oturanda onların təsiri sənədə keçir. Niyə? Peyğəmbərin sallallahu ki, kişi dostunun dini üzərindədir, baxsın sizdən biriniz kimlə dostluq eləyir. Deməli, sonra qəlbə Allahın sevgisini gətirən şeylərdən birisi də yəni kişinin, ümumiyyətlə müsəlmanın, möminin uzaqlaşması, nələrdən uzaqlaşması, o şeylərdən ki, o işlərdən ki, o işlər qəlblə Rəbbi arasına, qəlblə, yəni qulun Rəbbi arasına, sevdiyi arasına girən işlər var. Gərək onlardan deyir, insan, müsəlman, mömin gərək uzaqlaşsın. Əgər istəyirsə, qəlbində Allaha olan sevgi güclənsin. Sözsüz ki, hər bir qulun, hər birimizin həqiqətən də arzusudur. Amma əktəru şəvqə ilə deyir ki, nə qədər də çoxdur. Qəlbləri məşğul edən şeylər nə qədər də çoxdur. Nəfslər xəstələnir, iman zəifləyir və qəlblə Allaha olan, Rəhmənə olan sevgi arasına girən nə qədər də şeylər var, məşğul edən məşğuliyyətlər var.
Həmən kənə yuridu li qalbi, əgər kim qəlbi üçün saf sevgi, sadiq sevgi istəyirsə, kim qəlbi üçün istəyirsə qəlbində saf sevgi olsun, Allaha qarşı sadiq sevgi olsun və insan qəlbində də Allaha qarşı saf sevgi olanda, sadiq sevgi olanda insan doğrudan da rahatlaşır. İnsanın arzusu nədir? Xoşbəxt olmaq. Xoşbəxtlik də elə bunun üzərindədir. Əgər deyir ki, kim saf sevgi istəyirsə, sadiq sevgi istəyirsə qəlbində olsun, deyir ki, onda yəni sevgini həyata keçirən şeylər var da, əməllər var. Onlarla yəni özü arasına girən bütün yolları kəsib atsın. Bütün yolları kəsib atsın. Ona görə yəni insan gərək diqqət eləsin. Baxır, oturur, biraz vaxt görürsən ki, məşğuliyyətlər gəlir, dalbadal bir-iki dənə. Həqiqətən insan özündə hiss edir iman zəifliyini. İnsana mütləq təsir edir. Yəni qəlbində kimin həyat varsa, iman həyatı kimin qəlbində varsa, bu şey mütləq insana təsiri olur. Ona görə şeyx də deyir ki, insan gərək bu kimi şeyləri qəlbindən kəsib atsın. İbn-i Qayyim rahimehullah burada gətirir, Mədəricü Səlikin kitabında gətirir, yəni sevgini gətirən şeyləri gətirir, sevgini vacib edən şeylər, o əməllər ki, onlar səndə yəni Allaha olan sevgini vacib edir. Birincisi, Quranı oxumaq gətirir orada şeyx, Quranı oxumaq, tədəbbür etmək, onu mənalarını başa düşməyə çalışmaq və orada Allah Taala muradı nədir, onu anlamaya çalışmaq. İkincisi, Allaha yaxınlaşmaq nafilələrlə fərzlərdən sonra nafilələrlə yaxınlaşmaq Allaha. Sonra üçüncüsü gətirir, davamlı şəkildə Allahı zikr etmək hər bir halda davamlı şəkildə Allahı zikr eləmək, dillə, qəlblə və əməllə və halla. Yəni insanın dillə Allahı zikr etməsi var, qəlblə Allahı zikr etməsi, yəni xatırlaması var, əməllə və halı ilə Allahı xatırlaması. Dedi ki, onun sevgidən olan nəsibi, Allaha qarşı olan sevgidən olan nəsibi, onun bu xatırlamadan, Allahı zikr etməkdən olan nəsibinə görədir. Nə qədər çoxdursa Allahı zikr etməkdən, Allahı xatırlamaqdan olan nəsibi nə qədər çoxdursa, bir o qədər də Allaha qarşı olan sevgisindən olan nəsibi, payı çox olacaq. Sonra səbəblərdən dördüncüsü də, sevgini gətirən səbəblərdən dördüncüsü də deyir ki, insanın o nəfsi istəklər insana üstün gələn vaxtı, özünə, nəfsinə sevimli olan şeylərdən Allaha sevimli olan şeyləri önə çəkmək. O halda insanda nəfsi istəklər gələn vaxtı Allaha sevimli olan şeyləri özünün nəfsinə sevimli olan şeylərdən önə çəkmək. Bu da Allahın sevgisini qəlbə gətirən şeylərdən. Sonra beşincisi, qəlbin Allahın adlarını, Allahın sifətlərini bilməsi, onları şahid olması, onları müşahidə eləməsi və onları tanıması və bu halda olması. Kim Allahın adlarını və sifətlərini bilərsə, Allahın feillərini bilərsə, Allahı daha çox sevər. Mümkün deyil ki, olmasın. Kim Allahın adlarını, onun sifətlərini bilərsə, öyrənərsə, onun feillərini, yəni bu elmi öyrənərsə, Allahı daha çox sevər, deyir ki, mümkün deyil ki, sevməsin. Sonra səbəblərdən altıncısı, Allah Taala'nın sənə olan yaxşılığını müşahidə eləmək. Yəni, onları müşahidə etməyin, Allahın sənə olan ehsanı, Allah Taala'nın sənə olan neymətləri, həm gizlində, həm açıqda. Deyir ki, onlar Allahın sevgisini çağıran şeylərdəndir. Elə bir ki, qəlbə Allahın sevgisini çağıran şeylərdəndir. Sonra səbəblərdən yedincisi deyir ki, şeyx deyir ki, o deyir ən təəccüblüsüdür. Yedincisi deyir ən təəccüblüsüdür, ən maraqlısı elə budur. Deyir ki, qəlbin deyir bütünlüklə Allahın qarşısında sınmağı. Qəlb elə bir ki, bütünlüklə Allahın qarşısında sınır. Bu deyir, yəni qəlbə Allahın sevgisinin gəlməsinə səbəb olan şeylərdəndir. Sonra 8-incisi deyir ki, yəni Allahla xəlvətdə, təklikdə qalmaq. Allahla təklikdə qalmaq nə vaxt? İlahi eniş vaxtı, ilahi eniş deyirlər, ilahi nuzul. İlahi eniş vaxtı Allahla danışması, yəni Allahın kəlamını oxuması və yəni gecənin qalan 1/3 hissəsi Allah Taala'nın dünya səmasına eynildiyi vaxt deyir ki, qəlblə
Elə bil ki, qəlbi ilə ədəbli şəkildə, yəni qulluq ədəbi ilə ədəblənərək Allah Taala'nın qarşısında dayanmaq. Allah Taala'nın qarşısında dayanmaq. Sonra da bu ibadəti, bu dayanışını, bu ibadətini sonunu da istiğfarla bitirmək. Elə bir gecə namazına durdun, üçdən bir hissəsini durdun, ibadət elədin. Bacardığın qədər ibadət gecə namazı, sonuna, yəni sübh namazına biraz qalmış, istiğfar edirsən. Allahdan istiğfar və bu ilə də bu ibadəti bitirirsən. Həm Peyğəmbər s.ə.v-in etdiyi əməl bu olubdur və sahabələrin, tabinlərin. Sonra 9-cusu qəlbə sevgini gətirən şeylərdən, 9-cusu səbəblərdən deyir ki, Allahı sadiq şəkildə sevənlər var. Onlarla bərabər olmaq, onlarla bir yerdə oturub durmaq. Elə bil ki, onların sözlərinin ən yaxşılarını götürmək, onların sözlərinin ən yaxşı. Necə ki, insan meyvə dərəndə də deyir ki, dərəndə də meyvənin ən yaxşısını dərdiyi kimi, onlarla oturanda da onların sözlərinin ən yaxşılarını gərək götürsün. Sonra 10-cusu nədir? 10-cusu da qəlblə Allah arasına girən bütün səbəblərdən uzaq olmaq. Qəlblə Allah arasına girən bütün səbəblərdən uzaq olmaq. Deyir ki, bu səbəblərdən وَمِنْ هَذِهِ الْأَسْبَابِ الْعَشَرَةِ وَصَلَ الْمُحِبُّونَ deyir ki, bu səbəblərlə, bu 10 səbəb, hansı ki, Allahın sevgisini gətirən şeylər var. Deyir ki, bu 10 səbəblə insan sevənlər, yəni uca dərəcələrə, وَصَلَ الْمُحِبُّونَ deyir ki, sevgi dərəcələrinə gidib çatırlar. Bu 10 səbəblə insan sevgi dərəcəsinə gidib çatır və yəni Allah Taala'nın huzuruna daxil olmuş olur, yəni Allaha çatır. Allaha çatır və deyir ki, bütün bu şeylər də iki şeydə cəmləşir. Şeyx deyir ki, bu iki şey də, bütün bunlar da iki şeydə cəmləşir. Onlar da hansıdır? Deyir ki, yəni ruhun bu işdən ötürü hazırlaşması, və bəsirət gözünün açılması ilə deyir ki, o da müvəffəqiyyətləndir. Müvəffəqiyyət yalnız Allah Taala'dandır. Və deyir ki, fəhədi adamul umur əl-cəlibə li-muhabbətir rahman. Deyir ki, bu işlərin ən üstünüdür. Adamul umur əl-cəlibə li-muhabbətir. Deyir ki, bunlar əzəmətli işlərdir. Allah Taala'nın sevgisini qazandıran, hansı ki, o ilə insan cənnətə daxil olur və cəhənnəmdən uzaqlaşdır. Allah Taala bizi deyir, hamımızı müvəffəq etsin. Buna Allah Taala eşidəndir və dualara cavab verəndir. Allahümmə innə nəsəlükə hubbəkə. Allahım, səndən istəyirik, sənə olan sevgimiz, səni sevməyimizi istəyirik səndən. Yəni, istəyirik ki, onu müvəffəq eləsin, özünü sevməyi və səni sevən hər kəsi sevməyimizi istəyirik səndən və hər bir sənin sevginə yaxınlaşdıran əməli sevməyi səndən istəyirik. Allahümmə cəal hubbəkə fi qulubinə. Deyir ki, ey Allahım, sənə olan sevgimizi qəlbimizdə, malımızdan da, övladlarımızdan da, bütün ləzzətli olan şeylərdən də bizim üçün sevimli elə. Minəl mə'il bərid fi hətta şiddətli susayan vaxtı və aclıq vaxtı, yəni sərin sudan da bizə sevimli elə. İnnəkə səmi'ud dua, həqiqətən sən duaları eşidənsən, və əntə əhlur rəcə, sən yəni ümid olunmağa, ümid etməyə haqqı olansan, və əntə həsbuna və ni'məl vəkil, sən bizə yəni kifayətsən və sən nə gözəl vəkilsən. Allah Teala bizi hər birimizdə Allah'a olan sevgini qəlbimizdə yerləşməyə, hər birimizə müvəffəq eləsin ki, Allah Teala qəlbimizə o sevgini yerləşdirsin. Və bizi ona zidd olan şeylərdən də qəlbimizi qorusun. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahə illə ente, estağfiruke və etûbü ileyk.